Bismillah, elhamdülillah, eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu sallallahu ve sellem aleyhi ve alihi ve sahbihi ecmain. Emme ba'd. Değerli müsəlmanlar, istəyirəm ki, bir hədis barəsində sizlərə danışım. Ola bilsin ki, bu hədis hər bir üçün faydalı olsun. Hədis belədir. Abdullah ibn Məsuddan radiyallahu anhuna rəvat olunur ki, belə demişdir. Xattan nəbiyyü sallallahu aleyhi və səlləm xattan murabba'a. Buyurmuşdur ki, bir dəfə Allah Rasulü sallallahu aleyhi və səlləm yerdə dördbucaq çizdi. Və xattan fil vasati xaricən minhu. Sonra onun ortasından xaricinə düz bir xət çəkdi. Və xuttatan sigaran ilə hədəlləzi fil vasati min canibihilləzi fil vasat. Sonra buyurdu ki, daha sonra dördbucağın içindəki həmin düz xəttə kimi qısa xəttlər çizdi. Və qaləl hədəl insan. Dedi ki, bu insandır. Yəni, bu dördbucaqlığın içərisindəki düz xət insandır. Və həzə əcəluhu muhitun bihi əv qad əhata bihi. Sonra buyurdu ki, bu insanı, yəni bu düz xətti çərçivə alan bu dördbucaq onun əcəlidir. Və həzəlləzi huvə xaricun əməluhu. Sonra buyurdu ki, bu çərçivədən qırağa çıxan, yəni bu dördbucaqlıqdan kənara çıxan düz xətt isə onun arzularıdır. Və həzihil xutattus sigarul a'rad. Sonra buyurdu ki, bu qısa xəttlər isə qədərinə yazılmış müsibətlərdir. Fə in axta'ahu həzə nəhəşəhu həzə və in axta'ahu həzə nəhəşəhu həzə. Sonra buyurdu ki, əgər bu onu haqlamasa, o biri onu yaxalayar, o biri onu haqlamasa, bu biri onu yaxalayar. Dəyərli müsəlmanlar, bu hədisdən 3 fayda götürəcəyik. Birinci fayda belədir ki, insan uzun uzadı arzularla aldanmamalıdır. Əksinə, tövbəyə və salih əməllərə tələsməlidir. İkinci fayda isə mömin salih əməl etmədən, hazırlıqsız şəkildə qəfil ölümdən çəkinməlidir, həzər etməlidir. Üçüncü fayda isə insan misallar çəkərək, məsələlər çəkərək izah edə bilər və öyrədə bilər. Necə ki, Allah Rasulü sallallahu aleyhi və səlləm sahabələrinə misal çəkərək öyrədərdi. Və düşündüm ki, bu hədis sizin üçün faydalı olacaqdır və Allah Azza və Cəllə dua edirəm ki, bu hədisi sizin üçün faydalı etsin. Subhanəkallahumma bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və etûbu ileyk.